Henry Ford deyəndə yəqin ki, çoxumuzun ağlına ilk olaraq avtomobillər gəlir. Amma əslində o sadəcə bir avtomobil istehsalçısı deyildi. O sənaye dünyasını demək olar ki, təməlindən sarsıdan, öz dövrünü xeyli qabaqlayan fikirləri ilə əsl bir inqilabçı idi. Gəlin, bu dəfə Fordun öz avtobiografiyasına baş vuraq və bu dahinin beyninin əslində necə işlədiyini birlikdə anlamağa çalışaq. Hazırsınız? Onda başlayaq. Gəlin, Fordun öz fəlsəfəsinə elə onun öz sözləri ilə başlayaq. Deyir ki, güc və maşınlar, pul və mülkiyyət, bütün bunlar yalnız həyatda azadlığa töhfə verdikləri dərəcədə faydalıdır. Yəni, bunlar sadəcə bir vasitədir. Baxın, bu tək bir cümlə əslində onun bütün dünyaya baxışını ortaya qoyur. Onun üçün uğurun əsl mənası bu idi. Hər şey, amma hər şey insanların həyatını biraz da olsa asanlaşdırmalı və onlara xidmət etməli idi. Pul və güc, bunlar sadəcə bu xidmətin bir nəticəsi idi. Yaxşı, bəs Fordu bu düşüncə tərzinə gətirən nə idi? Gəlin, bu hekayəyə addım-addım nəzər salaq. Əvvəlcə, onun maşınlara olan uşaqlıq sevgisindən danışacağıq, sonra onun biznes dünyasını alt-üst edən mənfəətdən üstün xidmət anlayışına baxacağıq. Sadəlik və səmərəlilik onun üçün nə deməkdir? Bəs hər kəs üçün avtomobil ideyası necə yarandı? Və sonda bütün bu fəlsəfəni yekunlaşdıran o məşhur 4 prinsipi müzakirə edəcəyik. Deməli, birinci hissə. Maşınlara aşiq bir oğlan. Hər şeyin kökü əslində onun bu ömürlük səmərəlilik axtarışında gizlənib. Gəlin hər şeyin başladığı o yerə, yəni uşaqlığına qaydaq. Ford üçün firma həyatı, öz sözləri ilə desək, nəticəsinə dəyməyən bir əziyyət idi. Düşünün, insanlar saatlarla, günlərlə ağır zəhmətə qatlaşır, tər tökür. Amma sonda əldə etdikləri məhsul bu zəhmətin yanında çox cılız qalırdı. Bu vəziyyət gənc Henry'yə o qədər məntiqsiz gəlirdi ki, bax, onun ömürlük missiyası məhz burada, o firmada doğuldu. İşi insanın zəif çiyinlərindən alıb, maşınların, poladın və dəmirin tükənməz gücünə həvalə etmək. Onun uşaqlığı da bir qəribə idi. Məsələn, onun üçün ən maraqlı oyuncaqlar elə alətlərin özü idi. Hər şeyin necə işlədiyini anlamağa çalışırdı. Təsəvvür edin, 12 yaşında ilk dəfə atsız hərəkət edən bir maşın, bir lokomobil görür və bu, onun bütün həyatını dəyişir. Artıq 13 yaşında o, demək olar ki, istənilən saatı söküb yenidən yığa bilirdi. Əslində bu saat təmir etmə həvəsi, gələcəkdə quracağı o nəhəng istehsal xəttlərinin kiçik bir prototipi, ilk məşqi idi. Onun taleyi elə o anlarda yazılırdı. İndi isə gəldik ikinci hissəyə. Mənfəətdən üstün xidmət. Bu, həqiqətən də o dövrün biznes anlayışından inanılmaz dərəcədə radikal bir kənar çıxmaydı. Ford demək olar ki, bütün biznes dünyasının qəbul etdiyi qızıl qaydanı, yəni öncə mənfəət prinsipini rədd etdi. Bu, özlüyündə bir üsyan idi. Gəlin görək, bu üsyanın arxasında nə dayanırdı? Problem nə idi? Problem o dövrün biznes dünyasının tək bir şey ətrafında fırlanması idi. Mənfəət. Ancaq və ancaq mənfəət. Forda görə bu yanaşma qısa müddətli idi, dayanıqlı deyildi. O, bunu özünü yeyib bitirən bir sistemə bənzədirdi. Yəni, sırf pula köklənən bir işin uzun müddətli perspektivdə uğurlu olma şansı demək olar ki, yox idi. Gəlin bu iki fərqli dünya görüşünü bir müqayisə edək. Bir yanda köhnə yanaşma var. Sırf pul qazanmaq üçün istehsal etmək. Bu sistemdə mənfəət hər şeydən öndədir. Müştəri isə sadəcə bu məqsədə çatmaq üçün bir alətdir. Digər yanda isə Fordun tamamilə fərqli məntiqi var. İstehlak üçün istehsal etmək. Yəni, əsas məqsəd insanlara xidmət göstərməkdir. Mənfəət, o bu xidmətin sadəcə təbii bir nəticəsidir, bir bonusudur. Əgər sən doğru işi görürsənsə, pul onsuz da səni tapacaq. Fordun özü bunu çox gözəl ifadə edir. Pula olan hərislik əslində onu əldə etməmənin ən qısa yoludur. Amma əgər sən xidmət naminə xidmət göstərsən, pul özü bol-bol gələcək. Fikir verin, nə qədər sadə, amma bir o qədər də dərin bir düşüncədir. Mənfəət heç vaxt hədəf olmamalıdır. O, sadəcə yaxşı görülən işin bir mükafatıdır. Bax, bütün o nəhəng Ford imperatorluğu məhz bu sadə, amma möhkəm təməl üzərində qurulmuşdu. Keçək üçüncü mövzuya, sadəlik və səmərəlilik. Ford üçün bu sadəcə bir söz deyildi, əsl bir həyat fəlsəfəsi idi. Onun əsas məqsədi hər cür israfı və lazımsız mürəkkəbliyi ortadan qaldırmaq idi. Gəlin görək o bu prinsipi necə tətbiq edirdi. Məsələn, gəlin onun həqiqi təkmilləşdirmə anlayışına baxaq.
Bizim alışdığımız kimi, hər il yeni bir model çıxarıb insanları yenidən pul xərcləməyə məcbur etmək Ford üçün bu təkmilləşdirmə deyildi. Əksinə, ona görə əsl təkmilləşdirmə istehsala başlamazdan əvvəl məhsulu elə mükəmməl dizayn etməkdir ki, sonradan ciddi dəyişikliklərə ehtiyac qalmasın. Dəyişiklik yalnız və yalnız məhsulu daha da yaxşılaşdırmaq üçün edilməli idi, sırf yeni satışlar yaratmaq üçün yox. Onun məşhur bir sözü var. İskənənin ən vacib hissəsi onun kəsici ucudur. Bu nə deməkdir? Çox sadə. Bir iskənənin sapını qızıldan da düzəltsəniz, əgər onun kəsici ucu kütləşibsə, o alət heç bir işə yaramır. Çünki əsas işi görən hissə məhz odur. Ford deyirdi ki, biznesdə eynilə belədir. Bir biznesin kəsici ucu onun müştəriyə təqdim etdiyi məhsul və ya xidmətdir. Marketinq, reklam, ofis dizaynı, bunlar hamısı ikinci dərəcəlidir. Əgər məhsulun özü keyfiyyətli və faydalı deyilsə, qalan hər şey boşuna sərf edilən vaxt və pul. Və gəldik 4-cü hissəyə, hekayəmizin demək olar ki, kulminasiya nöqtəsinə. Hər kəs üçün avtomobil, yəni əfsanəvi Model T və onu mümkün edən o xüsusi materialın hekayəsi. Bütün bu danışdığımız fəlsəfə məhz bu avtomobildə özünün maddi təcəssümünü tapmışdı. Əslində bu yola çıxmaq asan olmadı. Ford bir neçə il fərqli modellər sınaqdan keçirdi. Model A, B, C, F, hətta yüksək qiymətli lüks bir model olan Model K-nı da istehsal etdi. Amma 1908-ci ildə o bütün sənayeni şoka salan bir qərar verdi. Dedi ki, dayanın, bundan sonra fərqli modellər olmayacaq, bütün gücümüzü və resurslarımızı tək bir şeyə yönəldirik. Hər kəsin ala biləcəyi sadə, sərfəli və dözümlü tək bir modelə. Bu inanılmaz dərəcədə riskli bir addım idi. Həqiqətən də ya hər şeyi itirəcəkdi, ya da bütün dünyanı dəyişdirəcəkdi. Böyük bir qumar idi. Amma bu dahiyanə planın qarşısında çox böyük bir maneə var idi, material problemi. O dövrdə istifadə edilən polad çox ağır idi. Bu poladdan yüngül, eyni zamanda da dözümlü bir avtomobil düzəltmək sadəcə mümkün değildi. Ford'un xəyalındakı avtomobili reallaşdırmaq üçün yeni, daha möhkəm və daha yüngül bir materiala, demək olar ki, bir möcüzəyə ehtiyacı vardı. Və o möcüzə, heç kimin gözləmədiyi bir yerdə, bir fransız yarış avtomobilinin qəza sonrası qalıqları arasında üzə çıxdı. Ford bu qalıqları incələyərkən fərqli bir metal tapdı. Vanadium poladı. Bu, inanılmaz bir kəşf idi. Dartılma möhkəmliyi adi poladdan az qala 3 dəfə çox idi, amma ondan daha yüngül idi. Bax, bu axtarılan açar idi. Məhz bu vanadium poladı Model T xəyalını reallığa çevirdi. Yaxşı, bütün bu hekayəni, bu fəlsəfəni yekunlaşdırsaq, ortaya nə çıxır? Gəlin Henry Ford'un bütün biznes fəlsəfəsinin, belə desək, özəyini təşkil edən o 4 təməl prinsipə nəzər salaq. Bunlar onun uğurunun əsl sirri idi. Birincisi, gələcəkdən qorxma, amma keçmişə də pərəstiş etmə. Yəni, nə yenilikdən çəkin, nə də köhnə qaydalara kör-körənə bağlı qal. İkincisi, rəqabətə fikir vermə. Başqalarının nə etdiyinə deyil, öz işini necə daha yaxşı görə biləcəyinə fokuslan. Üçüncüsü, artıq bildiyimiz kimi, xidməti mənfiyyətdən həmişə üstün tut. Və nəhayət, dördüncüsü, istehsal etmək sadəcə ucuz alıb baha satmaq sənəti deyil, əsl istehsal real dəyər yaratmaqdır. Bax, bu 4 sadə qayda onun bütün fəaliyyətinin bir növ kompas rolunu oynayırdı. Yaxşı, bəs bugün? Aradan bir əsr keçib. Biz indi tam fərqli bir dünyada yaşayırıq. Hər şeyin bilərəkdən köhnəlməsi üçün dizayn edildiyi, şirkətlərin yalnız rüblük mənfəət hesabatları haqqında düşündüyü bir dövrdə, sizcə Henry Ford'un bu prinsipləri hələ də aktualdırmı? Yoxsa sadəcə tarixin tozlu səhifələrində qalmış bir xəyaldır? Bu sual üzərində düşünməyə dəyər.